Bax, indi səninlə paralel parklamaq istəyəcəyik. Bayaq izah elədim ki, ara məsafəmiz yarım metr olmalıdır. Və diqqət elə, yüzdən bax, arxadakı avtomobil isə ağ rəngdədir. Ağ rəngdə avtomobillə qara rəngdə avtomobilin arasında paralel parklama edəcəyik. Ara məsafəsini yarım metr götürürük. Çox adam deyir ki, güzgüyə dayan. Bu avtomobil üzü bizim istiqamət dayanmalıydı, axına doğru. Əksinə saxlayıblar, eybi yox. Yəni, adamlar deyir ki, ya güzgüyə dayan, ya maşınınızın güzgüsü onun arxasında olsun. Yox, o yanlışdır. Çünki maşınların ölçüsü, qabartı eyni olmaya bilər. Güzdən baxırıq, arxalar paralel olmalıdır. Yəni, sənin maşınından o maşının arxası paralel olmalıdır və ya qabağı paralel olmalıdır. İndi güzgüdən tuta bilmirsənsə, qoysan revers rejiminə. At revers rejiminə. Bax, kameradan bax. Görürsən, hələ bax, bunun ucuzəsi görsənir. Deməli, biz biraz kesmişik. Arxalar paralel deyil. Yol düz vəziyyətdə. Biraz arxaya bıraq, paralelləşdir. Arxadan da maşın gəlir, ehtiyatını saxla. Bir tık da ver. Aha, artıq sənin maşınından. Bax, bu maşının arxası paraleldir. İndi, sükanı partlayacağın istiqamətə çevir. Axıra kimi. Bıraq tormuzunu. Çevir, çevir. Arxadakı maşının hər iki farasını görəndə əlini düzəlt. Görsəndi? Düzəlt. 1, 2 dövrə. Əlası. Gəl, davam elə. Bax, indi sağımızda olan avtomobil bax. Sənə yaxın üçüncünü görürsən. Bax, patpresdə görənəcən, alın şəsində görənəcən get. Gördün mü? İndi bax, fikir ver, maşınımızın arxası sağa doğru, baydura doğru gedir. Düzdür? Baydura dəyməsin deyə biz sükanı sola çevirməliyik ki, arxası sola yanalsın, önü sağa yanalsın. Çünki avtomobili arxa-arxaya sürərkən sükanı hara çevirsən, arxası ora doğru gedir. İndi bax, sola çevirəlinin yerində çevir. Aha, asla boşda tormuzunu indi. Bax, görürsən, sola çevirirsə nə baş verir? Arxa sola yanaldı, ön yoldaydı, ön sağa doğru yanaldı. Gəl, gəl, düş xəttə. Bax, xəttə düşdün, paralel simetriyanı qorudun, sonra dayanmalısın. Biraz da arxaya verməyə yerin var. Biraz da arxaya ver ki, çıxmağa rahat olsun. Bu şəraitdə yerin varsa verirsən, bu şəraitdə çıxırsan. Yoxdursa, bayaq öyrətim takqayla oldu. Tamam, uğurlar olsun.